Sənətlə riyaziyyatın arasında necə bir əlaqə var? Riyaziyyat bütün elmlərin atasıdır. Amma Pifaqor bütün varlığın mənasını rəqəmlərlə ifadə edirdi. Məsələn, Pifaqora görə bir rəqəmi tanrıların tanrısı tək tanrı idi, mütləq vahid idi. O dəyişməz və əbədi idi. Bütün varlıqların sarsılmaz prinsipi idi. O öz daxilində hərəkətsiz qalan bir zəkanı təmsil edirdi. Mütləq bir, nə cüt, nə də tək idi. Eyni zamanda cütün və təkin cəmi idi. O tanrı və kainatın özü idi. Pifaqorun bir rəqəmindən elmdən daha çox İbrani bir din çıxdı. Yaxud Pifaqor 5 rəqəmini ailənin simvolu sayırdı. 7 rəqəmi ilə yeniliklərin baş verdiyi kritik zamanları ifadə edirdi. Pifaqor musiqini də riyaziyyatın alt bölümü kimi təsnifatlandırmışdı. Təsadüfi deyil ki, musiqinin əsas anlayışlarından biri olan 8-lik səs ölçü sistemi oktavanı sənətə məhz Pifaqor gətirmişdi. Eramızdan 4000 il əvvəl riyaziyyatla sənət demək olar ki, bir yerdə idilər, iç-içə idilər. Dünyanın 7 möcüzəsinin hamısı riyaziyyatla sənətin işbirliyinin nəticəsində yaranmışdı. Renesans dediyimiz sənət adamlarının riyaziyyatın təklif etdiyi perspektiv və simmetriya anlayışlarının sayəsində ortaya çıxmışdı. Məsələn, 15-ci əsrdə yaşamış İtalyan rəssamı Paolo Uccello xətti perspektivin imkanlarından yararlanan ilk rəssamlardan biri idi. Uccello 3 hissəli San Romano döyüşü tablosunda riyaziyyatın bu anlayışlarını ustacasına istifadə edə bilmişdi. Modern sənətdə də kompozisiyalarda simmetriya və asimmetriya, tarazılıq və struktur daxilində harmoniya kimi fundamental elementlərdən geniş istifadə edilirdi. 1920-ci illərdən başlayaraq obyektiv reallığın sadə həndəsi formalarla ifadə edildiyi abstrakt sənət duyğunun daha çox xətti ölçülərlə verilməsinə diqqət göstərirdi. Vasili Kandinskinin 8-ci kompozisiyası və Paul Klee'nin Qəsr və Günəş əsərləri bu diqqətin ən aydın təzahürləri idi. Malevich özünün məşhur qara kvadrat əsərini yaradarkən ümumiyyətlə ağlındakı ideyanı çatdırmaq üçün bəsit həndəsi bir fiqur olan kvadratı rəngləməkdən başqa bir iş görməmişdi. Sənətdə ən çox istifadə olunan kubizm, suprematizm və sair izmlərdə estetik məqsədə xidmət edən riyazi çoxbucaqlılar memarlıqda da geniş istifadə və tətbiq olunub. Məsələn, günümüzdə Niderland memarı Piet Blomun Rotterdamdakı kub evlər layihəsi həndəsi formaları bədii ifadə ilə birləşdirən heyrətamiz bir memarlıq əsəridir. Sözümü uzatmadan bircə cümlə ilə bitirmək istəyirəm. Riyaziyyat yalnız riyaziyyatı bilməyənlər üçün riyaziyyatdan başqa bir şey deyil.